Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Nasberi Dostaliyeva səhnə və şəxsi geyimlərindən ibarət xüsusi layihə üzərində çalışdığını açıqlayıb. Xəbər verilir ki, müğənni qonaq canlı proqramda çıxışı zamanı bildirib ki, illər ərzində topladığı libasların hər biri onun üçün ayrı bir xatirədir. Nasberi Dostaliyeva qeyd edib ki, bəzən ailə qurmağa hazırlaşan gənc qızlar toy mərasimində onun geyimlərini geyinmək arzusu ilə müraciət edirlər. Sənətçi bildirib ki, belə hallardan birində gəlin olmaq istəyən xanıma libasını sadəcə istifadə üçün deyil, hədiyyə olaraq verib. İndi həmin xanım xoşbəxt bir ailə həyatı yaşayır. Şəhərdəki qarderobum o qədər zəngindir ki, ora daxil olmaq belə çətindir. Hər geyimin öz hekayəsi var, hər konsert üçün ayrıca libas seçmişəm. Nasberi Dostaliyeva əlavə edib ki, məhz bu xatirələrə görə geyimlərini əhatə edən xüsusi bir təqdimat və layihə yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.